Akvarium suyunun ümumi codluğunu ölçəcəyik pH sera testi ilə. Bunu necə ölçürlər? Açırıq. Proverkanı çıxartırıq. İçində daha heç nə yoxdur. Bu instruksiyadır. Buna indi bizdə ehtiyac yoxdur. Mən deyəcəm nə etmək lazımdır. Deməli, bura 5 ml su götürəcək. Onu deyim ki, suyu şpritslə doldurmuyorum. Sera testlərində nə üçünsə şpritslə dolduranda bu 5 ml gəlir bundan yuxarı çıxır biraz. Bunun ölçüsünü götürəndə deyəsən kənardan ölçüblər, içəridən ölçmüblər. Və 5 ml bu şüşənin altının qalınlığı da girir. Ona görə həqiqətdə 5 ml, yarım ml təxminən bundan yuxarı qalxır. Və instruksiyada yazılıb ki, 5 ml xəttinə qədər su doldurun. Elə yazıb. Yazmıyor ki, 5 ml şpritslə doldurun, tökün. Oxşar özləri bilirlər. Öz əngəllərdir. Və təxminən 4 ml yarıma elə də kalibrovka eləyiblər, mən belə düşünürəm. Ona görə əvvəl bunu 2 dəfə akvarium suyuna yaxalayacaq. Sonra 5 ml su götürüb gələcəm bura ölçməyə. Necə ölçəcəm onu deyəcəm. Sadəcə olaraq bir dənə reaktiv istifadə olunur bunun üçün. Bunu açanda burada plomb olur. Açırsınız, onu sındırırsınız. Birinci dəfə açanda bu artıq açılıb. Və ondan başqa da bu ağzı da bağlı olur. Burada deşik olmur. Onun üçün qapağında iynə var. Baxın, bax, burada iynə var. Bu iynə ilə birinci dəfə açanda bunu belə taxırsınız bura belə. Bir də belə basırsınız, deşirsiniz onu. Sonra başlayır buradan maye gəlməyə. İndi gedək yaxalayaq bunu akvariumun suyu ilə. 2 dəfə yaxalayıb atacağım və 5 ml su doldurub gətirəcəm. Doldururuq akvariumun suyundan biraz. Belə. Qapağı qoyuruq ki, yaxşı çarxalaya bilək. Belə çarxalayır ki, bunun divarları bütün akvariumun suyu ilə yolsun. Bu bir dənə də doldururuq. Yəni də qapağı bağlayırıq. Çarxalayırıq. Atırıq yan suyu. İndi isə 5 ml xəttinə qədər su dolduracağıq bura. 5 ml xəttinə qədər su doldurdum belə. Baxın, bu reaktivdən bura tökəcəm su. Su tökdükcə hər damcıda bu saralacaq, qızarına yaxın olacaq və sonda dönüb yaşıl olacaq. O dönmə məqamına qədər neçə damcı tökdümsə, bu onun Alman ölçü vahidi ilə ümumi codluğu göstəricisi olacaq. Deməli, neynə açıram? Birinci, hələ ki şəffafdır. Bir damcı töküb çarxalayacağım. Bir damcı tökdüm. Çarxalayıram. Hələ ki sarımtıldır. Bu ağ instruksiyanı da qoyum altına ki, rəngini görə biləsiniz. Yoxsa stol özü mebel rəngidir, sarı olmağı görünmür. Bir damcı da tökün. 2. Daha yenə çarxalayıram. Görürsünüz, sarımtıl görünür. İndi bir dənə də tökürük. 3. Yenə çarxalayırıq. Çarxalayırıq, görürsünüz, sarılığı artır. Deməli, bunun yaşıla keçmə məqamı çox çətindir tutmaq. Bu seran testində sarı gəlir, birdən yaşıl olur. Adam gözü almır o məqamı. Onu gərək tutasınız. Hələ ki sarıdır da, görürsünüz, burada yaşıllığı yoxdur. 3 damcı tökmüşəm, hələ ki sarıdır. 4-cünü tökürəm. 4. Yenə çarxalayıram. 5-ci damcı. 5-ci damcı. İndi bir damcı da töküm. 6. Qarışdıraq. Artıq sarıdan yaşla, gözlə daha yaxşı bilinir. Sarıdan yaşıla keçib bu rəng. Artıq yaşıl, açıq yaşıl. Baxın, var belə. Görürsünüz, artıq yaşıl olmağı görünür. Yaşıl. 6-da artıq tam yaşıl oldu. Deməli, bunun ümumi codluğu Alman dərəcəsi ilə 6 dərəcədir.